Salam, hər vaxtınız xeyir. Kraton Klinikasının sponsorluğu ilə Həkim Nə deyir verilişi efirdədir. Süd vəzi xərçəngi ilə mübarizə ayında qonağımız həkim, radioloq, sonoloq Xəyalə Şərifovadır. Doktor, öncə özünüzü təqdim edin. Yəni bir balaca sizi yaxından tanıyaq. Sizin də dediyiniz kimi həkim radioloq Xəyalə Şərifova. Mən birinci olaraq ilk istəyim əslində həkim olmaq deyildi, hakim olmaq istəyirdim. Heç peşman deyiləm, sözün açıq mənasında, həqiqi mənasında. Tibb Universitetini bitirmişəm, rezidenturam da olubdu Milli Onkologiya Mərkəzində və özüm də uzun illər Milli Onkologiya Mərkəzində çalışmışam. Hal-hazırda isə iş fəaliyyətimi davam elətdirirəm Kraton Klinikasında və eyni zamanda Həkimlərin Təkmilləşmə İnstitutunda. Atanızın təkidi ilə həkim olmusunuz. Mənim üçün maraqlıdır. Qohumlar arasında, ailənizdə həkim olan var? Qohumlar arasında, uzaq qohumlar arasında var, amma yaxın qohumlardan bir dənə bacımdır. O da həkimdir, terapevtdir. Yəqin ki, onun da atanızın təkidi ilə həkim olub. O özü olub. istəmişdi. Bir dənə mən istəmədim. Mən biraz ərkəsimin böyümüşdüm. Ona görə fikirləşirdim ki, mənə belə yaraşar hakim olmaq. Amma sağ olsunlar ki, elədi. Bəs sizin övladlarınız var yəqin. Neçə övladınız var? 3 övladım var. 2 oğlan, bir qız. Böyük oğlum hal-hazırda İzmirdə oxuyur. Qızım da həkim oxuyur. Elə onu soruşmaq istəyirdim ki, yəqin yolunuzu davam edir. Sizin təkidinizlə oxuyurlar, yoxsa Heç biri mənim təkidimlə. Sizin yolunuzu davam edirlər. Qızım diş həkimliyində oxuyur, o da xaricdədir. Balacım da hələ balacadır. Ay maşallah, heç demərsiniz ki, elə böyük uşaqlarınız var. Maşallah. Doktor, gəlin elə birbaşa sizin sahənizlə bağlı süd vəzi xərçəngindən danışmaq istəyirəm. Süd vəzi xərçəngi nədir və əlamətləri necədir? Mən öncəliklə hər ikinizə təşəkkür eləmək istəyirəm bu mövzuya toxunduğunuza görə. İlk öncə onu vurğulayım ki, ümumiyyətlə dünyada oktyabr ayı süd vəzi xərçənglə mübarizə ayıdır və biz də bu yolda əgər maarifləndirici hər hansısa bir işlərdə köməklik ediriksə, bu bizim üçün böyük uğurdur. Süd vəzi xərçəngi çox qlobal prosesdir. Zaten dünyada ikinci statistik göstəriciyə malik olan bir xəstəlikdir. Amma süd vəzi xərçəngi bizim fikirləşdiyimiz qədər də qorxulu deyil. Təbii ki, vaxtında üstünə düşəriksə, hər bir xəstəliyin müalicəsi olduğu kimi bunun da müalicəsi var. Bu yöndə xəstələrin ilk müraciəti və müayinəsi nə vaxtdan başlamalıdır, nə vaxt bu yola çıxmalıyıq, nə vaxt üstünə düşməliyik ki, biz sonda çətinliklərlə mübarizə aparmış olmayaq. Süd vəzi xərçəngi ümumiyyətlə nədir? Süd vəzi xərçəngi süd vəzinin patoloji törəməsidir, patoloji struktur dəyişikliyidir və süd vəzi xərçənginin çoxsaylı növləri var. Bunlardan da daha çox bu günlərim rastlaşdığımız süd vəzinin duktal karsinomalarıdır. Çox təəssüf ki, demək olar ki, yaş bilməyən bir xəstəlik həddinə çatmışdır. Xəyalə xanım, bir şey də qeyd elədiniz ki, artıq cavanlaşıb, artıq məsələn əvvəllər dedilər ki, 50 yaşından sonra xanımlar gedib yoxlanılmalıdır. Bəs indi hansı yaş dövründən başlamalıdır xanımlar yoxlanmağa ki, gələcəkdə bu problemlər olmasın? Ümumiyyətlə süd vəzi müayinəsinə 35 yaşdan sonra bütün xanımlar müraciət etməlidirlər. 35 yaşdan sonraki xanımların müraciəti qayda ilə aparılır. Yəni orada birinci olaraq ultrases müayinə mütləqdir. İlk olaraq 35 yaşdan yuxarı xanımların müayinəsi aparılır, ultrases süd vəzi. 35 yaşdan 40 yaş arasındakı xanımlarda genetik risk faktorunu nəzərə alaraq və eyni zamanda əgər ultrases üzərindən hər hansı bir ciddi patologiya aşkarlanarsa, bu zaman məcburi şəkildə bir mammoqrafiya çəkdiririk və yaxud da süd vəzi toxuma strukturuna əsasən biz oradan bir MRT istəyirik. 40 yaşından sonraki xanımların isə hər birində ilkin müayinə mammoqrafiya sayılır. Birinci mammoqrafiya. İlk olaraq mammoqrafik müayinə, sonra isə ultrases müayinə bizə yetərlidir. Lakin bəzi hallarda biz artıq bilirik ki, süd vəzinin MRT müayinəsi də aktualdır.
Bəzi istisna hallar var ki, o da süd vəzi toxumalarına istinadən qərara gəlinir ki, bu xəstələrdə mütləq şəkildə ildə bir dəfə və yaxud da 2 ildən bir MRT müayinəsini çəkdirmək. Bu günlərin bizim müayinələrimizin praktiki əsaslarında rastlaşdığımız xəstəliklər sırasında yeniyetmə dövründə olan qızlarımızın və yaxud da oğlanlarımızın bildiyimiz kimi süd vəzi təkcə xanımlarda deyil. Bəli. Döş vəziləri olaraq kişilərdə də bu patologiyalar çox aşkarlanır. Son zamanlarda hədsiz artıbdır və bu yöndə bizim ilkin kişilərə də, xanımlara da məsləhət bildiyimiz nədir? Ümumiyyətlə kişiyəm, mənim süd vəzimdə heç nə olmayacaq. Döş vəzim problemi nə ola bilər? Bəli, biz razıyıq, çünki orada süd vəzi məmə toxuması yoxdur. Amma bu o demək deyil ki, siz xərçəng ola bilmərsiniz və yaxud da süd vəzinin xoş xassəli patologiyalarına rastlaşa bilmərsiniz. Bu elə bir şey yoxdur. Və bunları biz daha çox bağlayırıq endokrin sistemin patologiyaları şəklində. Bu xəstələrin mütləq şəkildə aparılmalıdır ildə 2 dəfə ultrasəs müayinələri, baxmayaraq ki, yaş həddi çox aşağıdır. Amma hər yeniyetmə yaşına çatan qızlarımızın kişilərdə, bəylərdə, oğlanlarda bu daha çox şikayət əsasında biz bunu yoxlayırıq. Şikayət olmadan bizim onu yoxlamağımız belə məna daşımaz. Amma xanımlarda, qızlarımızda mütləq şəkildə heç olmasa bir dəfə 35 yaşa qədər olan dövrdə bir dəfə ultrasəs müayinəni keçməliyik. Yaxşı, biz deyirik ki, məsləhət verirsiniz də, yəni ki, yoxlanılsa yaxşı olar. Amma hansı, yəni nə səbəb ola bilər ki, bilirsiniz də biz deyirik ki, ildə heç olmasa 6 aydan bir müayinələrdən keçmək lazımdır, amma gələk etiraf edirik ki, özümüz də getmirik. İldə bir dəfə biz həkimdən çəkinirik, həkimə getməyi sevmirik. Həftənin 6 günü bizdə iş saatıdır. 6 gün içində bizim bir dənə təmiz süd vəzi gördüyümüz çox çətin olur. Yəni ümumiyyətlə tamamilə təmiz süd vəzi, heç bir patologiya aşkarlanmayan süd vəzi artıq demək olar ki, yoxdur. Səbəb? Səbəb burada biz artıq səbəblər haqqında araşdırmalarda acizlik var bir balaca. Niyə var acizlik? Çünki bəzən bu Covid dönəminin üstünə atırlar, bəzən peyvəndlərin üzərində dayanırlar, bəzən isə bugünkü qidalar və yaxud da ekologiyaya bağlayırlar. Artıq səbəb deyə bir şeyi araşdırmırıq. Artıq sadəcə vaxtında üstünə düşək və bunun yekun bir gözəl nəticəsini görək deyə qarşıdan məqsəd qoyuruq özümüzə. Çox nadir olur ki, xəstə deyir, sadəcə rutin müayinə üçün gəlmişəm. Çox nadir, təsadüfdür bu. Daha çox şikayətlər, ağrılarım var. Ən çox şikayət ağrıdır. Çox nadir olur. Yox, bel ağrısı deməzdim, qol ağrısı və yaxud da lokal olaraq illaki süd vəzinin bu hissəsində kəskin ağrı var. Bununla müraciət edirlər və yaxud da menstrual periodda süd vəzlərimdə kəskin ağrılar var. Ağrı, belə deyək də, mastalgiya kimi ağrımadım və xəstə həkimə müraciət elədi, var, amma çox azdır bizim gözlərimizdə. Doktor, əslində amma belə əvvəllər belə bir fikir yaranmışdı ki, əgər süd vəzində ağrı varsa, bu qorxulu deyil. İndi də belə deyirlər. Ağrıyırsa, qorxulu deyil. O əslində tibb üçün ifadə deyil. Bəlkə biz bəzən həkimlər olaraq xəstələri həkim kimi yox, bir öz yaxınımız kimi qarşılayırıq və ona görə onu sakitləşdirmək üçün hardasa bəlkə onu deyə bilərik. Bir yaxın kimi ki, ağrıdır, narahat olma, o sənə heç nə eləyəsi deyil, ağrıdan qorxmayın. Çünki xəstələr çox ağrıdan qorxur və qorxduqları üçün həkimə müraciət etmirlər. Əslində ağrı sadəcə biz həmişə vurğulayırıq ki, süd vəzi patologiyalarının ağrı verib-verməməsi önəmli deyil. Heç biz bu günlərim elə bir süd vəzində patologiyalar aşkar edirik ki, onların ümumiyyətlə heç bir əlaməti yoxdur. Xəstə sadəcə müayinəyə gəlib. Sadəcə müayinəyə gəlib və bunun üzərində mənim bir ixtiram da olmuşdu. Süd vəzi axacaq daxili papillomaların erkən diaqnostikasında ultrasəs müayinənin rolu. Və bununla da biz həqiqətən çox-çox xanımların bu günlərin süd vəzinin qorunmasına səbəb olduq. Yəni erkən mərhələdə biz aşkar etdik və bu aşkarlanma sonunda da bir xəstənin, bir qadının süd vəzisi toxunulmaz oldu. Xərçənglə mübarizə aparmır artıq. Artıq xərçəngdən öncəki diaqnostika idi.
Və bu günlərim oturub xəstəyə demək ki, ağrı varsa, sən bundan qorxma, ağrı yoxdursa, sən otur, qorx, həyəcan yaşa. Bu da bir xəstələr üçün artıq biz bir təkan veririk ki, gedib oturub deyəcək ki, məndə ağrı yoxdur, vay, məndə daha çox pis şey var, daha çox pis şeylər olar. Belə bir şablon söz bizim üçün deyil, həkimin təbəqəsi üçün olmaz. Bəli. Xeyla xanım, bəzən məsələn belə də deyirlər, mütləq uşağın olmalıdır. Uşağına süd verəndən sonra heç bir problem olmur xanımlarda, amma görürük ki, elə deyil. O söhbətlər artıq keçmişdə qalıb. Texnologiya inkişaf etdikcə və tibb inkişaf etdikcə dünya səhiyyəsində biz artıq onun fərqinə varırıq ki, o vaxtlar deyilən sözlər hamısı atalar sözləri kimi bir sözlərdir. Şablon sözlər də arada istifadə edək. Süd verəcəksən, verməyəcəksən, doğacaqsan, doğmayacaqsan, evlisən, evli deyilsən. Bu hər hansısa bir qadını nəyəsə zorlamaq kimi bir şey olur. Bir xanımı zorluyursan ki, illa ki sən evlənməlisən, uşaq doğmalısan və yaxud da uşağı olmayan xanımlar var. O deməkdir ki, onlar xərçəngmi olacaq? Elə bir ifadə yoxdur, elə bir əsas yoxdur, əsassız nəticələrdir bunlar, belə deyək. Və bu günlərin biz o şablonlara getmirik. Bizim tələbimiz və tələbatımız nədən ibarətdir? İldə 2 dəfə mütləq yoxlanmalısınız. Erkən mərhələdə hər hansı bir xəstəlikdən qurtulmaq istəyirsinizsə, təbii ki, burada bizə müraciət etməlisiniz. Bizdən qorxsaz da belə, qorxmasaz da belə və mən burada vurğulamaq istəyirəm. Bayaqlarımı siz yaxşı vurğuladınız ki, həkimlərdən qorxur. Mən burada xəstələri bir növ az ehtimalda qınayıram, amma daha çox özümüzü qınayıram həkim olaraq. Yəqin ki, bir xəstələrlə həkim olaraq hələ də dost ola bilməmişik. Bəlkə də ona görədir. Bu günlərim bəlkə də mən hər dəfə onu özümdə bir irad kimi götürürəm və onun üstündə işləməyə başlayıram. Doktor, süd vəzindən danışmışkən axıntılardan danışaq. Məsələn, hər axıntı xərçəngin əlamətidirmi, yoxsa yox? Əlbəttə ki, hər axıntı, hər ifrazat xərçəng demək deyil. Təbii ki, xərçəng özündən öncə bir qanlı ifrazat verir gilədən, amma buna səbəb ola biləcək xoşxassəli patologiyalar da var. Məsələn, süd vəzinin axar-daxil papillomaları. Axar-daxil papillomalar solitar papillomadırsa, mərkəzi axardan inkişaf edirsə, bunun gilədən qanlı ifrazat vermə şansı yüksəkdir. Amma bu xərçəng riskini 1% daşıyır. 1% daşıdığına görə də bu bizi o qədər narahat eləmir. Yəni qorxmamalıdır. Qorxmuruq. Təbii ki, hər gələn qanlı ifrazatdan hər xəstə, hər qadın qorxa bilməz. Bu sadəcə onun üçün bir şüar, işarət olmalıdır ki, mən artıq həkimə müraciət etməliyəm. Amma qorxmayın da deyə bilmərik. Bəli, xərçəng də ola bilər. Əgər gilədən ifrazat gəlirsə, bunun daha çox faiz hissəsi düşür axara. Axarda olan patologiyaları isə inanın o qədər çətindir ayırd eləmək, o qədər tapmaq, o qədər onu vaxtında onu aşkar eləmək hədsiz dərəcədə çətindir və onu da vurğulayım ki, mənə hərdən sual verirlər ki, doktor, siz niyə mammoqrafiyanı da seçmədiniz? Mammoqrafiyanı da istifadə eləmirsiniz? Təbii ki, istifadə edirik, biz radioloquq. Bu sahədə bütün müayinələri eləyə bilirik, amma mənim işim ancaq sonologiyadır. Ultrasəs müayinədir və mən bunu çox sevirəm. Hədsiz dərəcədə çox sevirəm. Öz övladım kimi hiss eləyirəm bu sənəti özümdə. Və eyni zamanda bəzi nüanslar var ki, orada süd vəzinə ultrasəs üzərindən verəcək ikinci diaqnostika yoxdur. Və bu da süd vəzi axarlarıdır ki, onların ən vacib, ən əsas, ən dəqiq diaqnostikasında ultrasəsin yeri bir başqadır. Aha, bu demək mammoqrafiyadan da üstündür. Bəli, mammoqrafiyadan da və bəzən MRT-dən belə üstün ola bilir. Hətta biz bunu bir neçə həkimlərlə konsilium şəklində də müzakirə elədik. MRT həkimi, mammoqrafiya həkimi. Təbii ki, mammoqrafiya ümumiyyətlə süd vəzi axarları üçün diaqnostika deyil. Amma MRT bizə kömək eləyə bilir. Lakin bəzi nüanslar var ki, xoşxassəli patologiyaların çox hissəsində MRT bizdən bir balaca kömək istəyir. Bilirəm ki, bütün xanımlar əyləşib bizə baxırlar. Çünki bu mövzu onlar üçün, hamımız üçün çox maraqlıdır və çox faydalı olacaq. Hansı bir patologiyanı hiss elədilər? Tutan, çox vaxt deyirlər ki, hamamda çiməndə mütləq özvə toxun, müayinə ilə. Tutalım toxundu və nəsə hiss elədi, hansı kitləni hiss elədi. Bax, bundan sonra xanımlar nə etməlidir? Birinci növbədə hansı həkimə getməlidir? Ardıcıllıq necə olmalıdır? Ümumiyyətlə protokola görə ardıcıllıq birinci olmalıdır. Xəstə müraciət eləməlidir müalicə həkimi, onkoloq, mammoloqlara. İkinci olaraq yaşına bağlı
olaraq bunlar müraciət etməlidir ultrasəs müayinəsinə. Təbii ki, onkolog mamoloqlar özləri hər bir şeyi artıq ardıcıllıqla müayinə və müalicəsini nəzarətdə saxlayacaqlar və eyni zamanda əgər yaşımız icazə verirsə, bizim üçüncü müayinə növümüz mammoqrafiyadır. Lakin bizdə artıq ultrasəs daha öndə gedir hamı üçün. Xəstələr, insanlar ilk olaraq fikirləşir ki, birinci UZI eləyim, ultrasəs müayinəni keçib, orada bir şey çıxmazsa, onda mən həkimə getməyim. Bəli, orada bir şey çıxarsa, onda həkimə müraciət eləyim və s. Amma sırf protokol əsasında deyirsinizsə, protokola görə birinci müayinə bir daha vurğulayıram. Olmalıdır onkoloq mamoloqların müayinəsi, onkoloq mamoloqun müayinəsi və nəzarəti altında ultrasəs və mammoqrafiya müayinələri. Və indi Səidə xanım, biz də ildə heç olmasa bir dəfə gedirik də yoxlanmağa, amma mammoqrafiya doğrudan da çox ağırlıdır. Hətta elə düşünürlər ki, xanımların əksəriyyəti düşünür ki, yox, orada əgər mənim nəyimsə varsa, o sıxanı daha da bəli, artacaq ağrı və zədə vermiş olacaq. Mən çox üzr istəyirəm. Ümumiyyətlə mammografiyada ağrı deyə bir şey yoxdur. Sadəcə bu insanların psixoloji statusudur. Hamı öz psixologiyasını. Bəzən UZI-yə belə gələndə xəstələr qorxur, siz mənə nəsə eləyəcəksiniz. Ultrasəs müayinəsi doğrudan da əgər süd vəzni deyiriksə, burada ən azı bir 40 dəqiqə vaxt lazımdır. Bəli, bəzən olur belə fikirlər eşidirik ki, həkim mənə 5 dəqiqə baxdı. Ümumiyyətlə mən buradan vurğulamaq istəyirəm ki, 5 dəqiqə müayinə bir şey yoxdur. Nə müayinə olur olsun. Yəni bu avtomatik bir şəkil deyil ki, biz onu çəkdik, buraxdıq və yaxud da hansısa bir diskə yazıldı. Diskdə sonra oturub oxuyacağıq. Bizim işimiz o qədər asan deyil. Bəzən çox asan görsənir, amma bizim işimiz elə deyil. Bizim işimiz həmin anda həmin məqamı dəyərləndirməkdir. Onu biz ötürdükcə hansısa şəkil üzərindən biz o xəstəyə cavab verə bilmərik. Ona görə də burada məsuliyyətimiz çox yüksəkdir və xəstənin anamnezi bizim nəticənin 70%-idir. Bir tək süd vəzinə baxıb, mən süd vəzinə baxdım və kifayətləndim, belə bir qanun yoxdur. Süd vəzinin nəticəsini biz yumurtalıqda ala bilərik. Bəli. Xəstə öz şikayətindən, hətta bel ağrısından belə bizə işarət verə bilər ki, bu süd vəzində hansı problem ola bilər. Başa düşürsünüz? Yəni o ağrı simptomudur və yaxud da hər hansısa bir törəmənin yaranmasıdır, axarların problemidir. Biz burada təkcə süd vəzini dəyərləndirdik və xəstəni yola saldıq. Əşi, süd vəzini bu gün heç nə yoxdur. Xeyr, belə bir şey yoxdur. Biz burada hətta xəstənin müayinəni etməsək də belə xəstənin şikayəti var. Xəstə şikayət etdikcə biz artıq orada beynimizdə bir analiz aparırıq ki, aha, bu xəstədə təkcə süd vəzini yaradan problem bu deyil. Bu xəstədə digər xəstəliklər var və biz artıq burada gedirik laboratoriyaya. Laboratoriyadakı qan təhlillərinə əsasən, göstəricilərə, hormonal münasibətə əsasən bəzən olur ki, biz xəstələrin xəstəliklərində revmatoloqlara, bəzən olur endokrinoloqlara müraciət edirik. Yəni bu təkcə süd vəzinin işi deyil. Demək istədiyim odur ki, süd vəzi problemləri təkcə süd vəzi deyə bir şey yoxdur. Oradan qaynaqlanmır. Digər orqanlarda bəli, burada bir göstərişi ola bilər. Bəzən xəstəlik var, süd vəzinin yeganə xəstəliyi var ki, onu revmatoloq müalicə edir. Süd vəzinin qranulomatoz mastiti. Mənə hərdən həkimlər və yaxud xəstələr sual verir, ay doktor, revmatoloq nəyə? Bu süd vəzinin qranulomatoz, idiopatik qranulomatoz mastiti deyə bir diaqnostikası var ki, xəstəliyi var ki, bunu biz yox, bunu sırf revmatoloqlar müalicə edir. Ümumiyyətlə demək olar ki, süd vəzində özünü bildirmir, çox hallarda bildirmir. Skrininq vaxtı müayinələrdə biz aşkar edirik. Hətta qoltuqaltı limfa düyününün müayinəsi zamanı belə biz artıq xəstəyə deyirik ki, sizdə nə var? Revmatizma var və yaxud da allergik xəstəsiniz və yaxud da hər hansı bir pişikdən yoluxma limfa düyünlərinin xəstəlikləri var və yaxud da sizin artıq dəri xəstəlikləriniz var. Limfa düyünlərinin xüsusiyyəti təkcə özündə olan patologiyalar deyil və eyni zamanda bədəndə gedən digər xəstəliklərin göstəricisidir. Bir tək limfa düyününə baxmaqla biz bunu belə işarət verə bilərik xəstəyə və xəstə artıq süd vəzini unudur, artıq digər xəstəliklərinlə mübarizəsinə qaçır və süd vəzinin qranulomatoz mastitini belə qoltuqaltı limfa düyününün müayinəsinə başlayarkən biz baxıb deyə bilirik ki, sizdə artıq belə bir xəstəlik başlayır. Bir revmatoloji dəstək alsanızmı, revmatoloqun konsultasiyasında bir nəzarət alsanızmı daha yaxşı olar. Adət dönəmindən öncə, məsələn, qadınlarda süd vəzində böyümə və şiddətli ağrı, keylik bunlar hiss olunur. Əksəriyyət qadınlarda bundan şikayət edirlər. Bəzi hallarda axıntı da olur. Adət dönəmində. Bu daha çox qız uşaqlarında rast gəlinir və bu zaman valideyn ciddi şəkildə qorxmağa başlayır, narahat olmağa başlayır ki, bunun da təbii ki, qorxmağa da əsası var. Bunun səbəbi nədir?
Ümumiyyətlə adət dönəmində olan patologiyalar süd vəzi üzərindən, onlar xoş patologiyalardır. Bu fizioloji dəyişiklikdir. Həm də ki qız uşaqlarında olan, bu sırf onların inkişaf dövründə olan inkişafın dəyərləndirilməsidir. Və gələn ifrazat hamıda gəlməz. Kraton Klinik sağlamlığınızın qeydinə qalır. Klinikada qadın, kişi və uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Gözəlliyinizin də qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahiyyə şöbələri də var. Mərkəzimizin peşəkar tibbi personalı ilə yanaşı ən müasir cihazlarla təmin olunmuşdur. Burada çalışan yüksək peşəkar mütəxəssislər, endokrinoloq, kardioloq, terapevt, infeksionist, ginekoloq, uroloq, androloq, dermatoloq, diyetoloq və digər poliklinika ixtisaslarında tibbi xidmətlər aparılır. Klinikaya müraciət edərkən cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaforez, biologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətlərindən də yararlanma imkanınız olacaq. Onu da qeyd edək ki, hazırda klinika tələbələr üçün tibbi xidmətlərdən güzəştli istifadə fürsəti yaradır. Kraton Klinik sağlamlığınız uğur hekayəmizdir. Və qonağımız radioloq sonol Xəyalə Şərifovadır. Mən bir məqama da toxunmaq istəyirəm. Bu iynə biopsiyası ilə bağlı. Bunu da qadınları, xanımları çox qorxudurlar. Düzdür, bu ağrılıdır. Yəni bu ultrasəs müayinəsindən, mammoqrafiyadan hamısından ağrılısı mənə elə gəlir ki, iynə biopsiyasıdır. Yəni bunu hansı məqamda artıq məsləhət görürsünüz ki, bunu olunmalı? Təbii ki, bilirsiniz, necə həyatda hər anın, hər şeyin məqamı var. Bizdə də müayinələrdə təbii ki, məqam var. Hər insanı, hər xanımın müraciət elədiyi, orada biz gördüyümüz hər patologiyanı, hər türəməni biopsiya eləmirik. Bunlar biopsiyalar sayılır. Biopsiyalar yoğun iynələr və incə iynələrlə aparılır. Yoğun iynə dediyimiz trukat biopsiyalardır ki, biz onları gördüyümüz fibroz strukturlu sərt türəmələrdən götürürük. İncə iynə biopsiyaları isə aspirasiyon biopsiyalar və yaxud da punksion biopsiyaları isə yalnız maye mühtəviyyatlı, maye mühtəviyyat tərkibli türəmələrdən götürürük. Çünki burada maye olduğuna görə bunu şprislə boşaltmalıyıq, amma digər türəmə isə artıq fibrozlaşmış olduğuna görə biz oradan toxum almalıyıq. Və mən vurğulayım ki, bunlar hər xəstədə olmur. İncə iynə biopsiyaları biz nə vaxt alırıq? Məsələn, mən vurğuladım, axar-daxili papillomalar şübhələri olanda, multiple papillomalarda biz incə iynə biopsiyalardan bəli istifadə edirik və yaxud da fibroadenomalar, xoş xassəli şişlər olanda fibroadenomalar və yaxud da süd vəzinin bədxassəli kanser şişləri olanda biz burada artıq trukat biopsiyalardan istifadə edirik. Bunlar böyük biopsiyalardır. Və bunlar nə zaman aparılır? Hər kistadan biopsiya mı götürəcəyik? Xeyr. Biopsiyalar o zaman götürülür ki, biz bu xəstələri nəzarətə alırıq. İlkin müayinə zamanı əgər biz bu xəstədə aşkar etmişiksə kistanı 2 sm, 2 sm-dən aşağı bir ölçüdə, o zaman biz bu xəstəni nəzarətə alırıq. Müayinəsini aparırıq və 6 ayda bir müayinəsi, nəzarəti. Yox, əgər nəzarət dönəmində bu törəmədə böyümə olarsa, 2 sm yarım və onun üzərində kista böyüməsi izlənərsə, onda biz o kistanı boşaldırıq. Hətta artıq boşaltmaqla yetərlənmirik. Biz bu xəstələrin aspirasiyon biopsiyasını həyata keçirir. Götürdüyümüz materialı mühtəməl biopsiya, patoloji mərkəzlərə göndəririk və eyni zamanda bu kistaların dondurulması da var. Həmin nahiyəyə boşaltdığımız şpris vasitəsilə hava və yaxud da spirtlə dondurma həyata keçirdirik ki, bu kistalar artıq bir daha əmələ gəlməmək şansını yaşayır. Çoxdan olan bir yöntəmdir. Bəli, çoxdan yöntəmdir. Mən artıq 6 ildən çoxdur ki, onkologiyadan uzaqlaşmışam və elə orada olduğumuz dönəmdən biz bunu həyata keçirdirdik və çox da gözəl effekt almışıq, nəticələr var. Bu təkcə bizim deyil, dünya səhiyyəsində illərdir var, uzun zamanlardır var və bunun çox böyük nəticəsi var. Düzdür, hər xəstədə eləmirik, çünki kistanın da iltihablaşmışı var. İltihablaşmış kistalarda biz bunu etmirik, təbii ki. Biz öncə onu boşaldırıq, yerinə müalicə yazırıq. Sonrakı etapda əgər o kista dolarsa və 2 sm-in üzərində bir həcmi alarsa, onda biz artıq bunu boşaldıb dondura bilərik. Və trukat biopsiyalar nə vaxt icra edirik? Deyəlim ki, xoş xassəli bir şişdir, fibroadenomalardır məsəl üçün. Fibroadenoma dinamik nəzarətdə, müayinədə böyüyərsə, bunun böyüməsinin səbəbini araşdırmaq üçün biz o
xəstədən biopsiya məsləhət görürük. Bəzən olar ki, biopsiya eləyirik, amma xəstə əməliyyatını məsləhət bilmirik. Çünki biopsiya bizə versə ki, o xoş xassəlidir, fibroadenomadır və burada heç bir atipik hüceyrə aktivliyi yoxdur. O zaman biz bu xəstəni ancaq nəzarətə alırıq, əməliyyata göndərmirik. Və ağrılıdırmı? Desəm ki, ağrısızdır, inanmaz heç kim mənə. Hətta mən sizə bir məsəl gətirim. Mən bunu bir xəstəmin üzərində icra etdim. O xəstə də mənim özümün xalam qızı idi. Özü də həkimdir. Kistanı boşaldırdım. Mən sadəcə ona sual verdim ki, sadəcə mənə düzünü de. Həqiqətənmi ağrılıdır? Çünki xəstələr həmişə deyir ağrılıdır. Bilmirik indi panika yaşayır. Bilmirsə həqiqətən ağrılıdır. O mənə dedi ki, iynəni sal, mən sənə deyəcəm. Və iynəni saldım, boşaltdım. Dedi bir dənə saldığını hiss elədim. Yəni ağrılı proses deyil. Prosedur bitənə qədər ağrı falan hiss etmədi. Amma başqa bir şey var. Doktor, insana görə dəyişir. Eynən. Onu da vurğulayım ki, biz orada yerli keyitmələr eləyirik. Bax, mən elə onu deyəcəkdim ki, doktor, yəni insandan insana individual yanaşsa, hər kəsdə yəni o belə deyim ki, ürək yoxdur da ki, ağrıya dözsün, desin ki, mən ağrıya dözə bilərəm. Yəni mən dözümlüyəm, siz bu prosesi sona qədər çatdırın. Mütləq şəkildə bu ağrı kəsici olmalıdır ki, o ağrını hiss eləməsin. Ağrı, üzr istəyirəm, ağrı kəsici ümumiyyətlə yerli keyitmə ilə. Trukat biopsiyalarda biz yerli keyitmə dəri altına vururuq. Bu bir mənalı keydir. Punksion biopsiyalarda, incə iynə biopsiyalarda isə maksimum şəkildə biz onu etmirik, edə bilmərik. Çünki biz oradan götürdüyümüz material maye mühtəviyatıdır. Vurduğumuz maddə də maye mühtəviyatıdır. Bir-birinə qarışıb bizə yanlış nəticə verə bilər. Sadəcə dəri üstünü keyidə bilirik. O da yalançı keyitmədir. Çünki ağrı olsa kərdə olacaq. Dəri üstündə heç bir ağrı yoxdur. Mən də mübahisəli bir mövzuya toxunmaq istəyirəm. Tez-tez belə yanlış diaqnozlar qoyulur. Mən bu mövzuda ancaq öz adıma danışa bilərəm. Çünki başqa həkimlər kim necə görür, elə yazır. Mən həmişə deyirəm, UZI ancaq göz görüntüsüdür, göz nəticəsidir. Gözümüz nə qədərini bizə verə bilirsə, fikrimiz o qədərini təsdiqləyir. Ona görə də mən hansısa həkim onu görmədi, yazmadı. Bəli, çox təəssüf ki, bu günlərim yanlış raporlar çoxdur və mən düşünürəm ki, bu raporun səhvidir. Bu həkimin səhvi deyil. Niyə? Çünki çox istəyərdim ki, və hətta biz artıq radiologiya cəmiyyəti olaraq bu mövzuda bir neçə fikirlər irəli sürmüşük ki, ultrasəs üzərindən də bir rapor qurulsun və bu raporlar artıq hamıya verilsin ki, rapora uyğun hərəkət edək. Baxın, bəzən olur süd vəzində törəməni tapırıq. Bu törəmədən patoloji olaraq şübhələniriksə, biz artıq raporu dəyişməliyik. Bizim protokol dəyişməlidir. Protokol necə dəyişir? Bəzən illa da ki, indi bu icbari sığorta fonunda həkimlər şikayət etdikləri nədir? Doktor, bizə nə verilir, biz ancaq ona baxa bilərik. Məsələn, mən həkimlərə sual verirəm dərslərdə ki, siz xəstədə patoloji törəməni aşkar etdiniz. Düşünürsünüz ki, bu xərçəng ola bilər ehtimalı, düzdürmü? O zaman xəstənin digər orqanlarını müayinə etdinizmi ki, əmin olasınız? Çünki burada protokol dəyişir. Burada artıq mən xəstənin limfa düyünlərinin müayinəsini aparmalıyam, əmin olum. Mən burada artıq qalxanvari vəzi müayinəsini aparmalıyam, qaraciyərin müayinəsini, eyni zamanda yumurtalıqların endometriumun müayinəsini aparmalıyam ki, mən bu xəstənin bu törəməsini cəmləşdirim. Və ona görə də düşünürəm yanlışlıqlar olur və bir az da praktiki nəzəriyyənin az olduğundan irəli gələ bilər ki, həmin həkimlər yəqin ki, onkoloji xəstələr çox az görüblər və yaxud da süd vəzi xəstəliklərindən çox az rastlaşıblar. Çox qəribədir ki, o biopsiyadan xanımlarda belə bir fikir yaranır ki, o mənim yaramı incidir və artıq orada nəyisə çevrilə bilər. Yəni belə qorxular da var da, bilirsiniz. Mən artıq sualı başlayanda başa düşdüm, söhbət nəyə gəlir. Mən həmişə xəstələrə onu belə başa salıram. Mən sizə demirəm ki, o ağrılı deyil. Mən sizə demirəm ki, hər hansı bir patologiya yoxdur. Bu var. Düzdürmü? Siz bizə çıxış yolu deyin, biz onu edək. Seçimi onlara buraxırsınız. Seçim, bundan ötə seçim yoxdur. Biz bu biopsiyanı almalıyıqsa, istəyir ağrılı olsun, istəyir sizin fikrinizə görə bu yayılacaq, mənim şişmə toxundular, bu belə olacaq. Onda gəlin, yara varsa yarıya toxunmayaq da. Deməli, toxunuruq da ona. Əlbəttə toxunuruq. Biz ora giririk, biz oradan çiçək götürürük, biz oradan parçasını alırıq. Amma bu onun yayılmasına səbəb olacaqmı? Xeyr. Bu onu daha da aqressivləşdirəcək. Xeyr. Zaten şiş aqressivdirsə, biz ona toxunmasaq belə, xəstələr var ki, illərlə şiş özündə daşıyır və bizə gəlir artıq süd vəzi yoxdur. İrinləyib, irin halında məmə toxuma dağılıb.
Məmə yoxdur artıq. Biz ona toxunmadıq ki. O həddə çatır. Yəni şişin növündən asılıdır. Biz ona heç nə eləmirik. Tam tərsinə biz o biopsiyanı götürürük ki, bu dağılmamış. Biz buna çarə bulaq, əlac edək. Qurtaraq. Doktor, mən bir sual vermək istəyirdim. Qorumaqdan, qurtarmaqdan danışmışkən deyirlər ki, döşdə alınan zərbələrdən də xərçəng yarana bilər. Yarana bilər. Çünki yumşaq orqandır, yəni toxumanı zədələdikdə bu mümkündürmü? Mümkündür. Mümkündür daha çox yaşlı xanımlarda. Yaşlı xanımlarda. Bəli, daha çox yaşlı xanımlarda. Çünki yaşlı xanımlarda toxunduğumuz məqam artıq süd vəzinin pi toxuması olur. Süd vəzi menopoz dövrünə görə toxuma strukturunu dəyişir. Əslində bu normaldır. Əgər bir qadın menopoza giribsə, onun toxuma strukturu artıq pi toxumasına əvəz olunmalıdır. Bəzən elə mən ona da buradan bir toxunum. Bəzən xəstələr bizə müraciət edir, artıq 50 yaşın üzərindədir, bir 5 illik, 6 illik, 7 illik menopoz dövründədir, amma süd vəzi toxuması hələ də elə bil ki, cavan qızın süd vəzi toxumasıdır. Bu da patologiyadır. Bu deməkdir ki, bu xəstə ya gec menopoza giribdir, bu da bir patologiyadır ki, yumurtalıq hələ də sönməyib, yumurtalıq hələ də hipertrofikdir və öz fəaliyyətini hələ də hardasa hormonal olaraq yerinə yetirir. Bu da bunun üçün patologiyadır. Amma bəzən də olur ki, xəstə bizə müraciət edir, pili süd vəzi strukturudur. Biz burada çox rahat oluruq. Amma aldığı hər zərbə onun üçün zərərdir. Çünki orada artıq məmə toxuması özü yoxdur ki, fibroglandulyar toxuma həmin sahəni sağaltsın. Yaşlı xanımlar demişkən, neçə yaşdan sonra artıq dediyiniz kimi bu dönəmin dəyişir, yəni süd vəzi strukturu. Menopoza girdiyi dövrdən artıq süd vəzi strukturu öz formasını dəyişir. Dəyişməyə başlayır. Bəzən məsələn döş sağlamdır, heç bir ağrı yoxdur ya da toxunarkən əlimizə hər hansı bir toxuma gəlmir, yəni amma qolumuzun altına toxunarkən dəri altı nəsə hiss eləyirik. Bəzən bu tərləmə əleyhinə ki, vurduğumuz kosmetik maddələr var. Adətən ondan da yaranma ehtimalı olur. Bəzən isə bax qorxduğumuz həmin o an gəlir. Qoltuq altı nahiyədə patologiya olması təkcə süd vəzinə bağlı deyil. Qoltuq altı nahiyənin özünün limfa düyünlərinin patologiyaları var və yaxud da dəri altı patologiyaları var və yaxud da, yəni bu patologiya deyəndə biz illaki bədxassəli nəzərdə tutmuruq. Burada xoş və bədxassəli patologiyalar ola bilər ki, qoltuq altında nəsə hiss eləmişəm, mütləqdir ki, mənim süd vəzimdə bir patologiya var, bir törəmə var və yaxud da mən artıq xərçəngəm, belə bir şüar yoxdur. Limfa düyünlərinin verdiyi reaktiv dəyişikliklər var. Mən öncə də vurğuladım ki, orada məsələn limfa düyünlərinin böyümələri olur. Bunlar da həmişə, hər zaman patologiya sayıla bilməz, reaktiv ola bilir. Vurğuladıq ki, allergiya ola bilər, dəri xəstəliyi ola bilər və yaxud da həmin insanın limfoma xəstəliyi ola bilər ki, limfoma da bilirsiniz, limfa düyünlərinin xərçəngi deməkdir. Və eyni zamanda bu qoltuq altı istifadə etdiyimiz əlavə vasitələrdən orada törəmə yaranar, belə bir anlayış yoxdur. Lazerə gedirəm, mənim qolumun altında və yaxud da süd vəzimdə nəsə olar, belə bir anlayış yoxdur. Bunu bir nəzərdə yoxdur. Niyə yoxdur? Bəzən düzdür, orada əlbəttə ki, qayıdıb deyərsiniz ki, doktor, axı şuadır. Bəli, şuadır. Hətta xəstələr bəzən mammoqrafiya MRT və yaxud da KT-yə getmiş ki, şuadır. Amma lazerə elə qəşəng qaça-qaça gedirlər ki, şuadır. Niyə? Hər ikisində şua sözü işlənir, amma burada yaxşıdır, burada pisdir. Mən sizi deyirlər ki, dəri altında ancaq tüklərin köklərinə təsir etdiyi üçün təhlükəli hesab edirlər. Yox, gəlin belə danışaq. Əgər dəri altında tük köklərinə toxunuruqsa, deməli biz tər vəzilərimizə toxunuruq. Tüklərin dib kökü nəyə lazımdır? Bizim tər vasitəsilə piyləri bədənimizdən ifraz etməmiz üçündür. Deməli biz artıq sağlamlığımıza toxunmuşuq. Bəli, lazer zərəri var. Şua olaraq zərəri var. Amma axı biz hər gün bu lazeri istifadə etmirik. Ayda bir dəfə ya da 3 aydan bir. Yəni olar. Ayda bir dəfəmi, nə bilim, 3 aydan birmi, 6 aydan bir və bu sizin qolunuzun altında yaranacaq hansısa bir patologiya səbəb deyil. Yaxşı, səbəb deyil, üzr istəyirəm. Amma varsa, xəstəlik varsa, keçiribsə ya. Xəstəlik varsa, o zaman biz ona qadağa qoyuruq. Müəyyən müddət üçün. Müəyyən müddət üçün, məsələn, onkoloji xəstələrə lazer olmaz. Olmaz. Lazer olmaz həmin müddətdə. Müalicə aldığı dönəmdə, əməliyyatdan sonra və s. və ilaxır. Müəyyən zamandan sonra niyə olmaz? Bəzən də mən burada bir vurğuluyum, bir haşiyə çıxım. Bəzən də xəstələr deyir ki, doktor, mənə nə yemək olar? Nə olmaz? Bəli, o da nə qadağandır, nə hər bir şey, Allahın verdiyi hər nemətdən dadın. Xəstələnəndə yoxsa xəstələndiniz, xəstələnmədiniz. Allah verdiyi nemət nə var? Bəli. Onların heç biri qadağan deyil.
Zaten istifadə etdiyimiz preparatların hər birinin tərkibində o nemətlərdən istifadə olunur. Ona görə də mənə bu alma olmaz, biri deyirəm mənə kələm olmaz, biri deyir o olmaz. Elə bir qadağa yoxdur. Yoxdur. Həyatınızı olduğunuz yerdən davam etməlisiniz. Mən xərçəng xəstəsiyəm və yaxud da xərçəng xəstəliyindən nə vaxtsa əziyyət çəkmişəm. İllərdir artıq mən onunla mübarizə aparmışam, sağalmışam və mənə filan şeylər olmaz və mən rasionumdan bunları çıxartmışam, bunu yemirəm, bunu içmirəm. Belə bir şey yoxdur. Yaxşı, botokslar. Botoksları mən ümumiyyətlə əleyhinəyəm. Bəlkə də məni kosmetoloqlar, dermatoloqlar bu qınayarlar. Mənə sual verirlər ki, doktor, bəlkə siz də bir müraciət eləyəsiniz. Müəyyən yaşa qədər mən onu məsləhət bilmirəm. Nəyə görə əleyhinəsiz doktor? Hər halda hazırlandığı preparatın tərkibini o qədər də dəqiq bilmirik. Nə qədər də üstünə yazılsa da, hətta bu günləri meyvə yeyirik, yediyimiz meyvənin içindəki suyu görürük. Biz vaxtilə alma yeyəndə içindən su axırdı. Xeyr. Meyvəni almanı qoyuruq ora, alma həmişə bir günə qaralırdı. Saatı, saniyəsi keçmədən qaralırdı. Bəli, bütün tərəvəzlərdə, meyvələrdə bu belə olduğunu, təbii olduğunu bizə bildirirdi. Amma indi almanı kəsirsən, qoyursan, alma 3 günə qaralmır. Düzdür. Necə əmin ola bilərik ki, o botoksun tərkibindəki preparatlar bizə əks göstərir? Dolğular. Hər birində mən əksəm. Eyni düşüncədəsiniz. İndi bir məqamda sual vermək istəyirəm. Bu xəstəlik keçirmiş xanımlar tutalım, arıqlamaq üçün, gözə görsənmək üçün abdominal plastika. Sizcə bunlar məsləhətdirmi? Ümumiyyətlə mən sizə burada bir vurğulayım. Mən bunu dərslərdə də çox həkimlərə məsləhət verirəm. Məsləhət olmasın əslində. Mən sizə belə bir şey deyim. Piylənmə nə qədər yüksək dərəcədədirsə, o qədər onkoloji riskin yüksəkdir. Yüksəkdir. Bəli. Yəni piylənməsi yüksək olan xanımların demək ki, bir hormonal problemi var. Heç bir qadın kefindən kökəlmir. Yeyirəm də. Ay doktor, amma əvvəllər deyirlər ki, kökdürsə yaxşıdırlar. Yəni yaxşı. Əvvəllər tibb o qədər inkişaf etməmişdi, texnikada o qədər. Əvvəllər botoks yox idi məsəl üçün. Düzdür? Xanımların üz siması gözəl deyildi. Gözəl idi. Və hər qadının əlinə və üzünə baxanda deyirdilər ki, o nə qədər zəhmət çəkdi. Üzr istəyirəm, sizin sözünüzü kəsdim. Əgər kökəlirsə, kökəlmə varsa deməli artıq piylənmə var. Piylənmə varsa demək artıq orqanlarda patologiyaların artması çoxalır. Məsəl üçün götürək süd vəzinin yaşdan öncə piylənməsi. Bu xərçəng riskini artırar. Xərçəngin orada yaranma riskini artırar. Yaşdan öncə danışıram mən. Qaraciyərin serozu daha çox nədən olur? Hepatosteatoz fonunda, steatoz fonunda. Yəni mədə-altı vəzin xərçəngləri daha çox piylənmə fonunda olur. Yəni bu statistikaya görədir. Doktor, mən üzr istəyirəm. Amma belə deyirlər ki, məsələn bir insan arıqlayırsa, rəngi solursa, durduq yerə arıqlayırsa, deyirlər ki, bunda bir xəstəlik var ki, bu belə arıqlayır. Amma kökdürsə, yəni ətli qanlıdırsa, deyirlər ki, yəni sağlam adam idi. Maşallah, sağlam adam birdən-birə getdiyi yerdə nə oldu, necə oldu? Arıqlayanda bizdə həyəcan başlayır yaranmağa ki, mən durduq yerə niyə arıqlayıram? Bu hansı xəstəliyin əlamətidir ki, mən də durduq yerə yeyirəm, qidalanıram, istirahət edirəm, amma arıqlayıram, çəki atıram. Mən sizə belə bir şey deyim. Ümumiyyətlə durduğum yerdə səbəbsiz şəkildən arıqlama artıq xəstəlikdir. Və yaxud da səbəbsiz şəkildə kökəlmə artıq xəstəlikdir. Hər hansısa bir insan arıqlayırsa o yemir. Ona əmin ola bilərsiniz. İnsan ola bilər deyər, mən yeyirəm, amma mən arıqlayıram. Elə bir qanun, qayda yoxdur. O hardasa nəyisə yemir. Və burada bizim əsas müraciət etdiyimiz müayinə növü endokrinoloqlardır. Bunu onlar araşdırmalıdır. Amma bəli, bəzən qida borusunun xərçəngidir, mədə-bağırsaq xərçəngidir. Özündən əvvəl bu şəkil problemləri verə bilir. Amma o xəstələrin təbii ki, şikayəti var. Heç olmasa deyəcək ki, ara-sıra qarnımda bir ağrı olur. Heç olmasa deyəcək ki, ara-sıra məndə bir ishal olur. Mənim üzr istəyirəm, ishalımda bir qanunlu ifrazat var. Hardasa bir şikayəti olmalıdır və yaxud da udqunuram, yeyirəm, udqunmaq istəyirəm, udquna bilmirəm. Şikayətsiz və mən arıqlayıram, belə
bir göstərici mümkün yoxdur. deyil. Tutalım sağ döşünü mastektomiya edə bilərsə, yəni götürüblərsə, bir döşdən, yəni olubmu bax praktikanızda hamilə qalıb ana olmağa hazırlaşan xanımlar? Ümumiyyətlə radikal mastektomiya süd vəzi xərçənginə görə süd vəzinin tamamilə amputasiya olunması deməkdir və bu günlərim statistik olaraq daha çox biz radikal rezeksiya üst tuturuq. Süd vəzini çalışırıq orqan qoruyucu əməliyyat eləyək, nəinki götürək, amma bəzi istisna hallar var ki, orada törəmə bizə imkan vermir. Biz məcbur onu tam götürməyə məcbur oluruq. Olub. Mənim şəxsən özümün təcrübəmdə cavan xanım idi. Çox erkən yaşda süd vəzi xərçənginə yaxalanmışdı. Bir uşağı var idi və biz ona 5 il vaxt verdik. Biz vermədik təbii ki, xəstəlik ona 5 il vaxtı verdi və bilirsiniz ki, əməliyyatlardan sonra biz onlara 5 illik və yaxud da 10 illik bir müalicə veririk. Dərman müalicəsi veririk. Bu dərman müalicəsi əvvəllər 5 il idi, artıq 10 ilə qaldırıblar. Statistik göstərici bunu verir bizə. 5 ili tamam olandan sonra bir 2 ildə gözlədi. 2 ildən 7 ilindən sonra ana oldu. Heç bir də patologiyası olmadı, çox şükür. İndi də yaxşıdır. Tibbdə olmaz deyə bir şüar yoxdur. Hər şey olar deyə də yoxdur. Sadəcə həddində eləməliyik. Ümumiyyətlə biz həmişə o xəstələrə deyirik ki, çalışın immunitet düşməsin. Çünki xəstəlikdən sağala bilərik. Amma xəstəlik bizdən uzaqlaşıbmı? O sualdır. Ona görə də burada o həkimlər o xəstənin habusuna baxır. Əgər ümumi görüntü, qan göstəriciləri, qan təhlilləri və xəstənin bütün müayinələri bizə icazə verirsə, təbii ki, biz buna gedə bilərik və xəstəyə dönə-dönə bildiririk ki, sənin immunitetin düşməməlidir. Bu əməliyyatdan sonra isə immunitetin düşmə faizi 90%-dir. O zaman nədir? Olmaz. Süd vəzində südyenlər. Artıq dünyada deyirlər ki, südyenləri geyinməyin, çünki xərçəng yaradır. Əsaslı səbəbi varmı ki, yəni südyen xərçəng yarada bilərmi? Yəni mən hələ ki sırf alimlərin bu mövzuya toxunduğunu eşitməmişəm. Amma məşhurlar, dünya məşhur, xüsusilə Hollywood məşhurları arasında artıq Onlar südyen geymək istəyir. Yaxşıydı. Təcrübənizdən istəyirəm bizə danışasınız. Ən tez rastlaşdığınız xəstəlik nə olur xərçəkdən başqa? Verilişimizin başında mən sizə demişdim ki, bizdə bir ixtira oldu. Süd vəzinin axacaq daxili papillomasının erkən diaqnostikası və ultrason rolu. Bu bir nöqtə oldu, mən sizə deyə bilərəm və bu ixtiradan sonra bizim demək olar ki, %90% xanımlarda aşkar elədiyimiz multiple papillomalar oldu. Multiple papillomanın isə 20-25% xərçəng riski olduğuna görə biz bir balaca bundan ehtiyat elədik. İstisna hallar var ki, xəstəni nəzarətə aldıq. İstisna olmayan hallarda isə xəstələrdən incə iynə biopsiyalar aldıq. Papillomalar təsdiqləndiyi halda biz bu xəstələrə əməliyyat məsləhəti gördük. Təbii ki, burada əməliyyatı xəstə özü seçir. Qərarı özü verir, biz sadəcə ona məsləhətimizi veririk və əməliyyat olan xəstələrin papilloma üçün əməliyyata gedən, papilloma süd vəzinin xoş xassəli törəmələridir. Papilloma üçün əməliyyata gedən xəstələrimizdən hardasa 10 nəfəri xanımda biz papilloma düşündüyümüz halda bu xəstələrdə gəldi yeni başlayan xərçəng. Amma burada bizim səhvimiz oldu mu? Xeyr. Burada bizim səhvimiz olmadı. Çünki biz raporu zaten o yöndə yazmışdıq. Raporda qeyd olunmuşdu ki, risk faktoru var, biopsiya məsləhət olunur. Amma ən çox rastlaşdığımız kistalardır ki, mən onlar patologiya kimi qəbul eləmirəm deyə ona çox toxunmuram heç vaxt. Əsas papilloma və xərçəngdir və bu günlərim nə xoş bizə ki, biz artıq xəstələri xərçəng olmadan xərçəngdən qurtara bilirik. Xəyla xanım, təşəkkür edirik. Gəldiniz, fikirlərinizi bizimlə bölüşdünüz. Mənə elə gəlir ki, bu xəstəlikdən əziyyət çəkən xanımlar üçün böyük bir motivasiya oldu bu veriliş. Zümrüd xanım üçün ağır bir veriliş oldu deyəsən. Əslində ağır veriliş oldu, amma zaman keçdikcə hər şey dəyişir. Tibbdə də hər şey dəyişir. Ona görə bax bu bizim verilişimizin də fərqi və gözəlliyi ondadır ki, biz sizə doğrudan da savadlı, peşəkar həkimləri təqdim edirik.
Təşəkkür edirik gəldiyinizə görə, minnətdarıq. Bizi sosial şəbəkələrdən də izləyə bilərsiniz. Verilişimizin baş sponsoru Kraton Klinikasıdır. Kraton Klinik sağlamlığınızın qeydinə qalır. Klinikada qadın, kişi, uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Gözəlliyinizin də qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahiyyə şöbələri var. Fərqli tibbi xidmətlər bir mərkəzdə almağınız üçün peşəkar mütəxəssislərdən ibarət fizioterapiya, manual terapiya və reabilitasiya mərkəzlərdə xidmətinizdədir. Mərkəzimiz peşəkar tibbi personal ilə yanaşı ən müasir cihazlarla da təmin olunmuşdur. Burada çalışan peşəkar mütəxəssislər endokrinoloq, kardioloq, terapevt, infeksionist, ginekoloq, uroloq, androloq, dermatoloq, dietoloq və digər poliklinika ixtisaslarında tibbi xidmətlər aparılır. Klinikaya müraciət edərkən cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaforez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətlərindən də yararlanmaq imkanınız olacaq. Klinikaya estetik cərrahiyyə, ginekologiya, andrologiyada istifadə olunan son model cihazlarla təmin olunmuşdur. Onu da qeyd edək ki, hazırda klinika tələbələr üçün tibbi xidmətlərdən güzəştli istifadə fürsəti yaradıb. Sağlamlığınız uğur hekayəmizdir.